Cəhənnəm olursan ol. Ay, bıraxdınız məni ya. Sizin gərək ki, şahid naroz olmasın. Rəhmətli Kazımlı yadınızdadır? Kazımlının bura nə dəxli? Dəxli odur ki, dünən axşam köhnə tanışlarımdan birinə rast gəldim. Əminə Şirinovaya. O da hər şey açıb mənə danışdı. Başa düş, biz Əminəni onun öz xeyri üçün axtarırıq. Ona kömək eləmək istəyirik. Kömək? Görəsən, o necə köməkdir? Onu da öz zibilizə çəkmək istəyirsiniz. Siz saman şöpü axtarırsınız ki, ondan möhkəm yapışasınız. Amma mən siz üçün saman şöpü deyiləm! Atam elə evə gəlməyib. Neynək? Siz onun maşınının nömrəsini bilmirsiniz, hə? AZK 2905. Sən nə yaxşı yaddaşın var? O bizim məhəllədə bütün maşınların nömrəsini bilir. Yox ha, oy səni şeytan. Sənlə də haqqı hesabı çürüdə bilərik. İnanmıram. Tülkü kimi qorxaqsınız. Arxadan vurmağı bacarırsınız. Gücünüz elə o qıza çatıb. Toğlayıb öz torunuza salmısınız. İndi də aradan götürmək istəyirsiniz. Yox, onu əmsi axtarır. Heç kəs ona güldən ağır söz deməyəcək. Özünüzü allatmayın. Qulaqlarınızı şəkləyib hər tıqqıltıdan diksinirsiniz. Sizi tapacaqlar. Mütləq tapacaqlar. Az qalıb. Hara lazımsa xəbər vermişəm. Xeyr, Hacbalanın maşını hələ gəlib çıxmayıb. Düzdür, vaxt qurtarıb. Amma özünüz bilirsiniz də, hərdən görürsən ki... Bəlkə qayıdıb görməmisiniz? Yox, nə danışırsınız? Heç elə şey olar. Burada saxla. Burada nə üçün? Nə oldu bunu? Gəlsənəm bizi də ziyana apardığın yerə aparasan. Çəkəlvi, əskini yaş eləmişəm, qoyum da, nöş qorxursa, tərslik eləmə. Deyən bismillah. Rədd elə bunu da! Ciyəri yanmışlar, heyvancı gez, gör nə hala salıblar. Abala, nöş də yanmışsınız. Nöş də yanıb, tozun bu halına baxırsınız. Keçin içəri, keçin içəri. Keç içəri, tərslik eləmə. Keçsiz da! Xoşun gəlir.